Prezident Trump'ın verdiyi növbəti qərar. Bundan sonra turist vizası, eləcə də biznes vizası üçün $15.000 qədər depozit tələb olunacaq. Bu nə deməkdir? Belə bir xəbər yoxdur, saxtadır, fake xəbərdir deyənlər xəbəri ABŞ Dövlət Departamenti yayıb. Yəni əvvəl əgər turistik viza alıb gəlib Amerikaya səyahət eləyirdisə, gəzib yenidən qayıdırdısa, bundan sonra Amerikaya səyahət eləmək üçün səfirlik əməkdaşları müəyyən eləyəcək ki, nə qədər pul ödəyəsiz. Depozit ödəyəsiz. $5.000, $10.000, $15.000 sizdən alacaqlar, vizanı verəcəklər və siz 6 aydan sonra geri qayıtdığınız təqdirdə pulu sizə qaytaracaqlar. Yox, qayıtmasaz, Amerikada qanunsuz olaraq qalsaz, artıq o pul sizə geri qaytarılmayacaq. Hazırda bu proqram pilot layihə kimi həyata keçiriləcək, yəni 12 ay müddətində həyata keçiriləcək, 12 aydan sonra yenidən qiymətləndiriləcək. Amma burada belə bir məqam var ki, bütün turistik viza və biznes vizası alan hər kəsə mi şamil olunacaq? Xeyr, bu bəzi ölkələrin vətəndaşlarına şamil olunacaq, bütün dünya ölkələrinin vətəndaşlarına şamil olunmayacaq. Hələ ki, hansı ölkə vətəndaşlarına şamil olunacaq, o ilə bağlı xəbər yoxdur. Amma bu demək deyil ki, bütün turistik viza, biznes vizası alan hər kəs bu məbləği ödəməlidir. Belə bir şey yoxdur. Bəs yaxşı, bu proqramın keçirilməyində məqsəd nədir? Məqsəd turistik vizadan sui istifadə hallarının azalması və qanunsuz miqrasiyaya qarşı mübarizədir.